Pişəvəri hökumətinin süqutundan ötən 63 ildən sonra bu süqutun baş vermə səbəbləri məlum olsa da, hələ də bu səbəbləri zəruri eləyən və dünyanın üç державasının, Birləşmiş Ştatlar, İngiltərə və Sovet rəhbərlərinin danışıqlarındakı məqamlar tam aydın deyil. Ancaq milli hökumətin süqutunda Sovetlər Birliyinin güneyli inqilabçılara göstərdiyi təzyiqin əsas yer tutduğu şübhəsizdir. Hər halda Sovet qoşunlarının İrandan çıxarılması Pişəvəri hökumətinə arxadan vurulan zərbə idi. Mən deyirəm, yurdumuza kəc baxanlar yox olsun, böhtan deyib adımıza şər yaxanlar yox olsun, xalqimizin igidliyi düşsün dildən dillərə, əməlləri yadigar tək qalsın ildən illərə. Mən deyirəm, Azərbaycan qəhrəmanlar yurdudur, şücaətli Səttarxanlar, Ağırxanlar yurdudur, döyüş qacar şahlarını yola salmış bu diyar, onun hər bir qarşında əcdadımın haqqı var. Milli hökumətin Daxili İşlər Vəziri Doktor Salamullah Cavid yazır. 1946-cı ilin fevralında Əhməd Qavam Əz-Səltənənin baş vəzirliyə gəlməsi ilə Sovetlərlə İranın neft sövdələşməsi qızışdı. Qavam danışıqlar üçün Moskvaya göndərildi. Bundan sonra İranla Sovetlər Birliyi arasında dostluğun yeni mərhələsi açıldı. Mən bu xəbəri milli hökumət rəhbərliyinə çatdıranda Pişəvəri dedi. Deyəsən, bu şeytan Qavam Moskvanın saqqızını uğurlaya bilib. Pişəvəri haqlıymış. Ki, son ümid yeri kimi görülən Sovetlər Birliyi, milli hökuməti Tehranla danışıqlara sürükləyir. Azərbaycan nümayəndə heyəti danışıqlar aparmaq üçün Tehrana yola düşür. Təxminən eyni vaxtda Sovet qoşunları İrandan çıxır və bu proses davam edir. Sovet qoşunlarının İran ərazisini tam tərk etdiyini görən Qavam, danışıqlarda daha sərt mövqe nümayiş etdirir. Nəticəsiz danışıqlarda sonralar Tehran hökuməti tərəfindən pozulan qərardat bağlanır. 1946-cı il iyun ayının 13-də Təbriz-Tehran danışıqlarının başa çatması ilə əlaqədar Pişəvəri milli hökumətin başçısı kimi özünün son çıxışını edir. Səhərsi gün müqaviləyə uyğun olaraq Azərbaycan Milli Məclisi fəaliyyətinə xitam verir. Onu Azərbaycan əncüməni əvəz edir. Əvvəldən gözlənildiyi kimi Tehran müqavilə ilə boynuna götürdüyü öhdəliklərin heç birinə əməl etmir və şah qoşunu Azərbaycan ərazilərini zəbt edir. Yerlərdə böyük talanlar, qırğınlar, qətillər törədilir. Fransız qəzetlərindən biri yazırdı ki, o illərdə 20 mindən artıq insan məhv edilmiş, 100 minə qədər adam həbsxanalara salınmış, sürgün edilmiş, vətənini tərk etmək məcburiyyətində qalmışdı. 1946-cı il dekabr ayının 11-də bütün Təbrizliləri düşmənə qarşı müqavimətə çağıran Pişəvəri danışıqlar bəhanəsi ilə Naxçıvana dəvət edilir, sonra isə Bakıya gətirilir. Dekabr faciəsindən sonra Pişəvəri başda olmaqla Güney Azərbaycan Milli Hökumətinin və Milli Hərəkatının fəalları Sovet Azərbaycanına mühacirət etdi və 46-cı ilin dekabr ayının 12-sindən 19-una qədər 4 sərhəd məntəqəsi açılmışdı ki, bu Culfa sərhəd məntəqəsi idi, Xudafərin sərhəd məntəqəsi idi və Biləsuvar, Astara sərhəd məntəqələri idi. Bir həftə ərzində bu sərhəd məntəqələrindən təxminən 6000-ə yaxın deməli hərəkat fəalı Sovet Azərbaycanı. Bütün o iştirakçılar, o cümlədən mənim atamı Rusların əlinə düşür burada, Kremlin. Yəni sərhəddə keçirlər. Vəziyyət yaxşıdır, hamı başa düşür ki, kimdir xain, vəziyyət necə olub. Hamı bir-birinin gözünün içinə tərs-tərs baxır, bir-birini danışdırmırlar. Və bu gərgin vəziyyət 4 ay, 5 ay davam edir. Güney Azərbaycan fədailəri ki, Bakıda idi, bəziləri heç silahı yerə qoymurdular. Çəkilmişdilər belə əllərində silah ki, biz gedirik davaya. Bu nə deməkdir? Bu hər an müharibə baş verə bilərdi. Pişəvər də olan başçısı da olar, Pişəvərdən başqa heç kimə qulaq asmırdılar. Pişəvəri Sovet Azərbaycanına gəldikdən sonra siyasi fəaliyyətini bir an belə dayandırmır. Firqə təşkilatını,
Cənubla bağlı təbliğat təşviqat işlərini yeni tələblərə uyğun qurmağa çalışırdı. Azərbaycan Yazıçılar İttifaqında Pişəvəriyə bir otaq ayırmışdılar və həmin otaqda o işləyirdi. Kifayət qədər əl yazmaları var idi burada. Gündəlik işlərlə məşğul olurdu, dövlət orqanları ilə əlaqə saxlayırdı, fədai dəstələri ilə, Cənubi Azərbaycan Milli Hökumətinin rəhbər nümayəndələri ilə bu otaqda görüşlər keçirilirdi. Ancaq məsələ təkcə bu görüşlərlə və gündəlik siyasi fəaliyyətlə bitmirdi. Pişəvəri dəfələrlə həm Sovet Azərbaycanının, həm də SSR rəhbərliyinə Cənubla bağlı həll olunmamış problemlərin qaldığını xatırladırdı. O, güneydəki olayları izləməklə yanaşı, mübarizəni dirənmiş dalandan necə çıxarmaq barədə düşünür, variantlar cızır, fikirləri ilə həm Mir Cəfər Bağırovu, həm də Moskvadakı yoldaşları belə demək mümkünsə, narahat edirdi. Pişəvəri tez-tez Sovet hökumətinin verdiyi vədləri rəhbərliyə xatırlatır vermişdiniz və Pişəvəriyə həmişə tövsiyə edilirdi ki, biraz dözsün, fədai dəstələrinin yenidən Azərbaycana, Güney Azərbaycana göndərilməsi istiqamətində iş gedir. Bu, düzün deyim ki, 46-cı ilin yazından etibarən Pişəvəri haqqında Stalinin fikri dəyişmişdi. Çünki Sovet nümayəndələri ilə görüşdə Stalinin ünvanına elə də xoşa gələn şeylər deməmişdi və Pişəvəri Bakı üçlüyü ilə görüşəndə onlara çox açıq mətnlə demişdi ki, gedin rəhbərlərinizə deyin ki, onlar çox vicdansız adamlardır. Əvvəllər başa düşürlər ki, Pişəvərinin kifayət qədər çox silahı var. Bu silah Hitler Almaniyası dövründə Güney Azərbaycana gətirilib, gizlədilib. Pişəvəri bunların yerini bilir. Pişəvərinin ordusu var. Pişəvəri artıq idarə olunmaz bir adamdır. Pişəvərinin siyasi nüfuzu Sovetlər Birliyində xeyli yüksək idi. Bunu Stalinin Pişəvəriyə məktubundan da açıq-aydın anlamaq olar. Hər halda 2-ci Dünya Müharibəsindən sonra dünyanın ağasına çevrilmiş SSR kimi bir dövlətin rəhbəri hər adama məktubla müraciət etməzdi. Stalinin məktubundan oxuyuruq. Siz fikirləşirsiniz ki, biz sizin rüsvayçılığınıza yol verdik. Əksinə, əgər özünüzü ağıllı aparsanız və bizim mənəvi köməyimiz sayəsində əsasən Azərbaycanın indiki faktiki vəziyyətinin legallaşdırdığı tələblərə nail olsanız, o zaman sizə Orta Şərqdə mütərəqqi demokratik hərəkatın ilk pioneri kimi Azərbaycanlılar da, İran da xeyir dua verər. Pişəvəriyə qəsd olunmuşdur bu ərazidə. Səbəbi də ondan ibarət idi ki, o Stalinə müraciət etmək istəyirdi. O Moskvaya gedib Stalinə bilə vasitə müraciət etmək istəyirdi. Bir İran müəllifinin yazdığı kimi deyir ki, Pişəvəri bir növ Sovet rəhbərliyi üçün baş ağrısı olmuşdu. Bu baş ağrısını aradan aparmaq üçün yol axtarılırdı. Pişəvərini öldürmək olmazdı. Bu mümkün değildi. Həbs də eləmək olmazdı. Bu da mümkündür. Bəs nə eləmək? Sovet KGB üsulunun işlənmiş bir məlum forması var ki, müəyyən yolla qəzaya salmaq. Sovet İttifaqında da o dövrdə bilirsiniz də siyasi qəsdlər xüsusi bir senariya, bəsit bir senariyanı həyata keçirdi. Heç kimi öz başına adam öldürə bilməz. Əgər Dövlət Təhlükəsizlik Komitəsinə deyilibsə, kimisə aradan götürmək lazımdır. Bunun standart əməliyyatları var. O dövrdə ən çox standart əməliyyat, siz baxa bilərsiniz tarixə, Ukraynada millətçilərə qarşı keçirilib Todor Romja adlı Ujgorodun bir keşiş var idi. Sonra Samarada bir Polyak mühacirinə qarşı keçirilib. Yəni, avtomobil birdən nəyəsə dəyir, orada kiçik bir xəta yaranır içəridə oturanlara, onlara kimsə antiseptik bir iğnə vurur, bu iğnə olur zəhərli. Bu hadisənin üstündən illər keçəndən sonra arxivlərdən Pişəvərinin qətlini Sovetlərin fikrincə daha zəruri eləyən müxtəlif faktlar çıxır. Məlum olur ki, əslində son anda Sovet rəhbərliyini Pişəvərinin yalnız ideyaları deyil, artıq qəti şəkildə fəaliyyətə başlamaq istəyi narahat edib. Pişəvərinin öldürülməyi bizim fədailər üçün aydın idi. Nə üçün öldürüblər, o da aydın idi. Çünki Pişəvəri ölümündən bir həftə öncə mənim atamla görüşmüşdü. Qərara gəlmişdilər ki, Güneydə başlayacaq partizan müharibəsinin rəhbəri də Qafar kəndli erişçi olacaq. Partizan dəstələrini biz Qaradağ ərazisinə
keçirməli idi. Silahlar da Qaradağda var idi. Yəni silahları əvvəlcədən atan bastırmışdı yerə. Silahların yeri də indiki Bəz qalası yoxdur. Bəz qalasının ətrafında çoxlu silahlar vardı. Bir qismini Hitler Almaniyası bastırmışdı. Hitler agenturası. Onların yerini də fədailər bilirdi. Bir qismi də elə Pişəvəri hakimiyyəti dövründə bizimkilər bastırmışdı. Pişəvəri artıq bu Sovet idarələri qarşısında kəskin məsələ qoydu ki, Cənubda hərəkatı fəallaşdırmaq lazımdır. 47-ci ilin may ayında Pişəvərini sakitləşdirmək üçün 7 nəfərdən ibarət bir deməli qurum yaratdılar ki, bu qurumun vəzifəsi fədailəri, Sovet Azərbaycanına mühacirət etmiş fədailəri yenidən Güney Azərbaycana göndərmək məsələsini müzakirə etməli idi. Və bu, o qədər məxfi şəkildə bu işlər aparılırdı ki, o 7 nəfərin hər birinin deməli ləqəbi var idi. Bunlar öz adları ilə o komissiyada iştirak etmirdilər. Məsələn, Pişəvərinin ləqəbi Sahib idi. Bu, Sahib Təbrizinin deməli adından götürülmüşdü Pişəvərinin bu ləqəbi. Digər orada təmsil olunan digər 6 nəfərində analoji olaraq ləqəbləri var idi. Və may ayının sonunda keçirilən iclaslarda qəti qərara gəlindi ki, bu deməli fədailərin Cənuba göndərilməsi məsələsi artıq qətiləşibdir. Pişəvəri onlara son tapşırıqların verməkdən ötürü Gəncə yaxınlığında Hacıkətdə yerləşən fədai dəstələri ilə, Şəkidə yerləşən fədai dəstələri ilə görüşməlidir, onlar qarşısında çıxış etməlidir, onların vəzifəsi müəyyən etməlidir və onlarla görüşməlidir. Pişəvərinin Sovet Azərbaycanında yazdığı məktublardan birindən oxuyuruq. Şurəvilər təlim batalyonlarına baş çəkməyimdən və hərbi hazırlıq işlərində iştirak etməyimdən narazıdırlar. Aldığım məlumata görə, bu işi Stalinə də çatdırıblar. Ancaq bütün çətinlikləri və maniyələrə baxmayaraq, Pişəvəri onun üçün son olacaq 1947-ci il 10 iyun səfərinə çıxmağa qərar verir. Onu bu səfərdə Təbrizdən yaxşı tanıdığı konsul muavini, Dövlət Təhlükəsizliyi Nazirliyinin nümayəndəsi Nuru Quliyev və General Qulam Yəhyə müşahidə edirdi. Ford markalı avtomobilin sürücüsü erməni Qarnik Melikyan idi. Yolları Hacıkəndə idi. Bunun maşını həmən o Hacıkəndə gedə xoda düşmür. İşləmir maşın, nədənsə. Bu məcbur olur ikinci bir maşın ki, onun sürücüsü ermənidir. Bu erməni həmən maşında gedir və həmən maşından da qayıdır. Qayıdan da Gəncədə deməli danışıq belə olur ki, səhər saat 9-da yola düşəcəklər. Ancaq qəflətən şofer deyir ki, yox, səhər saat 6-da gedəcək. Bunun səbəbi odur ki, boş olsun, hadisəni görən olur. Yola düşən zaman ikinci bir şübhəli hadisə olur. Bunu qabaqda tuturlar. Pişəvəri həmişə bir qayda olaraq maşında sağ tərəfdə arxada oturarmış. Bu qabaqda otururlar və bu Gəncədən maşın ki yola düşür, Yevlağa 14 kilometr yarım qalmış, maşın deməli kənarda olan, betondan olan səkkiyə toxunulur, Pişəvəri də zədə alır, Qulam Yəhyə də zədə alır, KGB-nin nümayəndəsi Nuruyev də zədə alır. Ancaq şoferə heç nə olmur. Bir qədər sonra isə Bakıda da qəza barədə xəbər tuturlar. Bakıdan xəbər gəlir ki, heç bir kəs ona əl vurmasın, yəni əməliyyat eləməsin. Bu zaman artıq Yevlağın özündə xirurqi oradaydı, cərrahı oradaydı, Dağlıq Qarabağdan da cərrah çağırılmışdı, Gəncədən də. Bunlara icazə verilmir. Pişəvəri xəstəxanaya yaralı gətirilmişdi. Amma maraqlıdır ki, nə onun qardaşı Mirxəlil buraxdılar və heç kəsi çağırmağa qoymadılar. Pişəvəri dəfələrlə təkid edib ki, onun deməli qardaşı Mirxəlili onun yanına, ya oğlu Daryuşu onun yanına buraxsınlar, buna icazə verilmədi. Və yeri gəlmişkən, xəstəxanaya gətirilən kimi bu iş keçdi Dövlət Təhlükəsizliyi orqanlarının nəzarətinə. Və oradan belə o prosesi görən adamların hesabatında belə bir ifadə var ki, Pişəvəri tez-tez deyirdi ki, Allah qəvamın evin yıxsın. Allah qəvamın evin yıxsın. Belə ifadələr işlədirdi. Şübhəsiz ki, bu da Baş nazir Qəvam Əs-Səltəniyə aid idi.
Və belə bir ifadənin deyilməsi də təsadüfi deyildi. Və orada nə baş verdisə, deməli, Pişəvəri həmin xəstəxanada vəfat etdi. Bu qəza ilə bağlı saya gəlməz suallar, şübhəli məqamlar var. Məsələn, sonralar demokratların rəsmi toplantılarının birində Pişəvərinin əmisi oğlu və bacısının əri Mirağa Azəri üzünü Qulam Yəhiyyəyə tutub demişdi: Qulam, Pişəvərini öldürdün ki, özün onun yerinə keçəsən. Yaxud bu qətildən Pişəvərinin yanında olan digər bir adamın, Nuri Həsanoviç Quliyevin də xəbər olması barədə şayələr var. Məsələ budur ki, bu qəsdlə əlaqəli müxtəlif yozumlar var. Məsələn, deyirlər ki, Nuriyevin də əli bu işdə olub, Qulam Yəhyanın da. Ancaq tədqiqatın gedişi göstərir ki, bu özünü doğrultmur. Niyə? Birinci budur ki, qəza vaxtı həmən Nuriyevin ayaqları zərbə alıb və uzun müddət bu şikəst olub. Qulam Yəhyanın da qabaqdakı dişləri qarnına gedib. Burada əsas məsələ əmr eləyən həmən erməni şof Melikyandır. Melikyan bilavasitə həmən orqandan necə göstəriş alıbsa da, çox ehtimal ki, biz orada olmamışıq. Bəlkə Melikyan onu deyib ki, cənab Pişəvər, siz gəlin qabaqda oturun, Qulam Yəhya yorulub, o arxada otursun. O da söz eşidən adamdır. Bilirsiniz, hadisənin bilavasitə ki, nə deyirəm da, sənəd olmadığına görə tam qəti şəkildə hökm çıxartmaq olmur. Ancaq ümumi tədqiqat aparanda, yoxlama aparanda məlum olur ki, bu kişi qəsdən aradan aparılıb. Qasanoviç adlı bir insan idi. Sonralar İnturistin direktoru işləyir. Bu adamı mənim yadıma gəlir. Güney Azərbaycan inqilabçıları danışdırmırdılar. Heç yadımdan çıxmaz ki, məclislərin birində, bu təxminən bir 85-83-cü illərdə. Bu bir məclisdə atamla üz-üzə gələndə, atam dəfə dedi ki, onun həmin qəza vaxtı ayağı da qırılmışdı, axsıyırdı. Dedi ki, bilirsiniz, mənim ayağım o vaxt xəta alıb, axsıyıram. Onun üçün də dizdə çökə bilmərəm sizin qarşınızda. Mən diz çöküb demək istəyirəm ki, mən Pişəvərin öldürülməyində əlim olmayıb. Bunu Nuri Qasanov istəyir. Heç yazımdan çıxmaz, rəhmətli atamın ona cavabını. Deyir, sənə ona görə orada otuzdurmuşdular ki, sənə də xəta gəlsin, sənə də qıçın axsasın, sonra hamımızın gözünün axsayasan. Fikirdə yaransın ki, görüyor, o boydana KKB mən burada orada yaralanıbsa, bu demək təsadüfi bir şey. Əslində də oradan da Nuri Qasanoviç hətta Mircəfər də bilmirdi ki, Pişəvərini öldürüblər. Ancaq şübhəli məqamları, söz söhbətləri kənara qoysaq, birinci demokratın həqiqətən öldürüldüyü və bu qətlin əmrinin Moskvadan gəldiyini güman eləməyə daha çox əsas var. İndi burada qəti şəkildə bizim əlimizdə elə bir sənəd yoxdur ki, biz bunu 100% deyək ki, bunu öldürüblər. Amma apardığımız tədqiqatın nəticələri və hadisələrin şahidlərinin verdiyi ifadələr əsasında nəyi müəyyənləşdirmək olur? Birinci, Pişəvərinin qətlində Azərbaycan Komünist Partiyasının Mircəfər Bağırovun əli olmayıb. Çünki Mircəfər Bağırova məhkəmə zamanı 4 dənə maddə veriblər. Hətta bu məsələni də ortalığa gəlib, ancaq Rudenko bunu əsaslandıra bilməyib. Yəni, sənəd olmayıb ki, Bağırov bunu öldürüb. Bu birincidir. Demək, Bağırovun bu işdə xəbəri, hətta o Bağırovun məhkəməsinə sual verəndə deyib, bunu Yemilyanovdan soruşun, KKB-dən soruşun. Onların da xəbəri yox. Burada məsələ ondan ibarətdir ki, bu Pişəvərinin qətlə yetirilməsinin hökmü Moskva dövlət, demək, SSR Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi şöbəsi tərəfindən Azərbaycanda həmən şöbənin filialına verilir. Hansı ki, o filiala heç kəsin qarışmağa, Azərbaycan şöbətinin qarışmağa da ixtiyarı yox idi. Həmən şöbədə göstərişi şoförü verir Erməniyə, Melikyana. Və Melikyan da bu işi çox belə məmnuniyyətlə, ustalıqla yerinə yetirir. Ancaq Pişəvəri qəza vaxtı ölmür. Qəza vaxtı ölməyəndə bəs nə etmək lazımdır? Əməliyyat zamanı Pişəvərini aradan aparırlar. Əslində də oradan da Nuri Qasanoviç hətta Mircəfər də bilmirdi ki, Pişəvərini öldürüblər. Çünki o dəstən də Mircəfərə tabi idi. Nə də o Nuri Qasanoviç.
O birbaşa Kremlə tabi killer dəstəsi. Moskvadan gəlib killerlər dəstəsi. Onlar onu orada xüsusi qəzaya saldılar. Sonra çıxartdılar ki, gəl qoluna bir iğnə vuraq. İğnə vurandan sonra da o zəhərləndi, öldü. Pişəvərinin meyidi 2 gün sonra 1947-ci il iyun ayının 13-də ailəsinə verilir. Ancaq kənar adamlara onun cənazəsi olan otağa girməyə icazə verilmir. Pişəvərinin siyasi işlər üzrə Cənubi Azərbaycanda müavini olmuş Doktor Cahan Şahlunun xatirələri çıxıb. Bu xatirələrdə o yazır ki, göstərir ki, Pişəvəri vəfat eləyəndə General Atakiyev mənə telefon elədi, mən getdim onunla barabar Buzovniya və ikimiz başqa adamı icazə verdik. Biz ikimiz çıxdıq yuxarı. Bunun həyat yoldaşı ki, ağlayırdı, buna baş sağlığı verdi. Deyim, mən generaldan icazəsiz Pişəvərinin üstünü açdım belə, üzünü. Açanda gördüm ki, yox. Bunun bircə dənə, deməli, arxa hissəsində bir zərbə var. Bu gövərib, biraz da şişib. Deyim, mən sual verdim, cənab general, axı bu qan itirən adama oxşamır. Bu adam zərbə alan adama oxşuyur. Deyir, o dedi ki, çox mənalı deyir, o təhlükəsizlik komitəsi işçilərinə məxsus olan baxışlarla mənim üzümə baxıb dedi ki, cənab doktor, yaddan çıxarmayın ki, bu 10 il Rıza Şahın zindanda yatıb. Və bu sözdən sonra deyir, o əmr elədi, qapının o tərəfində duran əskərlər bu qutunu mıxladılar və dəfn mərasimi oldu. Güney İnqilabının rəhbərini Bakıda dəfn etməyə icazə vermirlər. Onu Buzovnada, əvvəllər qaldığı Nobel bağı adlanan ərazidə dəfn edirlər. Məzara başdaşı qoyulmur, mərhumun adı, soyadı yazılmır, itməsi üçün qəbrin üstünə gül çiçək əkilir. Onun dəfn mərasimi bu müəmmalı ölüm üçün bir açar ola bilər. Çünki Milli Hökumətin prezidenti səviyyəsində olan Seyid Cəfər Pişəvərinin birdən-birə məhdud bir dairədə dəfn edilməsi çox şübhəli görünür. Mərkəzi Komitədən, Azərbaycan Yazıçılar İttifaqından müəyyən adamların iştirak etməsi, Buzovna qəsəbəsində olan sakinlərdən bu dəfnin gizlədilməsi, milis orqanları, NKVD-nin əməkdaşları ilə Buzovnada Nobel bağı və Yaşıl bağ deyilən yer az qalan mühasirəyə alınmışdı. Buzovnada olan şahidlər onu öz ifadələri ilə təsdiq ediblər. 1965-ci ildə Pişəvərinin silahdaşlarının təşəbbüsü və Azərbaycan rəhbərliyinə olunan çoxsaylı müraciətlərdən sonra Pişəvərinin Nobel bağındakı məzarı Fəxri Xiyabana köçürülür. Fəxri Xiyabandakı məzar üçün xüsusi beton qəbir qutu hazırlanıbmış ki, zamanı gələndə birinci demokratın sümüklərini Təbrizə köçürmək mümkün olsun. Pişəvəri cəmi bu tayda 172 gün yaşamışdı. Onun böyük ideyaları vardı, böyük məqsədi var idi ki, Güney Azərbaycan üçün. Lakin çox təəssüf olsun ki, hər şey yarımçıq qaldı və Pişəvərinin ölümündən sonra həmən fədai dəstələri ki, onlar da ləğv olundu, onlar hamısı buraxıldı və beləliklə də Seyid Cəfər Pişəvərinin ölümü ilə bağlı daha bir müəmmalı məqam, bu hadisənin istintaqını aparan Dövlət Təhlükəsizliyi Nazirliyinin müstəntiqi Xanlar Abdullayevin taliyi ilə bağlıdır. Pişəvərinin ölümün təhqiq edən Azərbaycan Təhlükəsizlik orqanının işçisi Moskvaya rütbəsinin artırılması adı ilə Moskvaya dəvət edildi. Və nəməlum şəraitdə bu, deməli, mehmanxanada bu vəfat etdi. Bu müstəntiq sənədləri götürüb Moskvaya gedən zaman, deməli, yenə şahidlərin dediyi əsasında mən danışıram. Bir nəfər peronda ona rast gəlir, onu tanışı. Buna soruşur ki, bəs bu işin axırı nə oldu? Bu deyir ki, mən gedirəm Moskvaya, mənə çağırıblar Moskvaya. Birinci budur, deyəsən, mənim vəzifəmi böyütmək istəyirlər. İkinci budur, mən bu sənədləri onlara təhvil verəcəyəm. Qaydanda mən sizə ətraflı danışaram. Müstəntiq
yola düşür Moskvaya. Moskvaya yola düşür, sənədləri aparı verir SSR Dövlət Təhlükəsizlik Komitəsi xüsusi şöbəsinə. Oradan gəlir, deməli, mehmanxanaya. Və aşağıda gedir çörək yeyir, çörəkdən sonra çıxır yuxarı yataq otağına və orada da keçinir. Və beləliklə müstəntiqin cənazəsi Moskvadan gətirilir. O vaxt Dzержinsk adına klubda qoyulur və bu sirri ki, bu adam aparırdı, bu az çox o bilirdi, o sirr də ondan o dünyaya gedir. Beləliklə, düşmən hədələri bizi tutduğumuz haqq yolundan qaytara bilməz. Ya ölüm, ya azadlıq, üçüncü yol yoxdur, deyən Seyid Cəfər Pişəvərinin Güney Azərbaycanı azad görmək istəyi Sovet rəhbərlərinin əməlləri sayəsində baş tutmadı. Birinci demokratın müammalı ölümü ilə xalq hərəkatında da uzun illik bir sükut yarandı. Ancaq azadlığın dadını bir dəfə dadmış xalq onu itirsə belə, həmin dadı geri qaytarmaq üçün yenə mücadilə edəcək. Seyid Cəfər Pişəvəri